Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə sizin də çox sevdiyiniz Güş-Qıl müxəmməsinin təhlili ilə bağlı müxtəlif qeydlərə baxmış olacaq. Videonu sona qədər izləyin və əgər sizin üçün faydalıdırsa, kanala abunə olun ki, növbəti paylaşımlardan anında xəbərdar olmuş olasınız. Burada hər bəndi ayrıca təhlilləmişəm. Baxaq. Güş-Qıl, ey ki bilirsən, özüvü vaqif ikar, agah ol, gör ki nədir naleyini nəğmi tar, nədir ol xüşk olan, çubda bunalı zar, ki sədasından onun qarət olur səbr qərar. Açma sən pərdəni, hər pərdədə var 100 əsrar. Burada deyir ki, özünü işlərin bilicisi sanan insan. Qulaq as. Bax, birinciyi özünü işlərin bilicisi sanan insana müraciətlə başlayır. Neyin naləsini, tarın nəğməsini gör ki, agah ol. Bax, testlərdə bu hissəni yer dəyişmə formasında salır. Deyir ki, neyin nəğməsini, tarın naləsini gör. Bu məqama diqqət edin. O quru çubuqda bu xəstə naləsi nədir ki, onun sədasından səbr qərarımız yoxa çıxır. Pərdəni açma, hər pərdədə 100 sir var. Qoymaz ol tarı müğənni niyə ağuşindən, düşməz ol xanəbəraندازələrin duşindən, huş ilə güş edə hər kimsə gedər huşindən, pəmbeyi qəfləti çək, sən dəxi can guşindən, ta ki əsrar-ı nihanə olasan bərxurdar. Bax, burada nə deyir? O müğənni niyə qucağından, yəni ağuşundan tarı qoymaz? O düşməz səsi ilə adamın evini yıxan çiynindən. Bax, deyir ki, o səsi ilə adamın evini yıxan çiynindən düşməz. Yəni, burada müsbət mənada işlədir bu ifadəni. Sonra deyir ki, hər kim ağlı ilə qulaq assa, ağlı gedər. Sən qulağından qəflət pambığını çıxar ki, gizli sirlərdən xəbərdar olasan. Bunlar hər bir testin cavablarıdır, ona görə bunların hamısını əzbərləmək lazımdır. Tut bərabər dəmi İsa'ya müğənni dəmini, qılıb ihya özüvü, seyr elə ruh aləmini. Ziri qəm olma, eşit nəğmi-i zirü bəmini, çəkmə aqisən əgər dəhri müxalif qəmini. Şura gəl, nəğmə ilə çək qəmi dünyaya hasar. Bax, burada nə deyir? Müğənninin nəfəsinin İsa'nın nəfəsinə bərabər tutur. Bax, burada da çox müxtəlif formalarda testlər tərtib edirlər. Yazır ki, müğənninin səsin İsa'nın nəfəsinə bənzədir. Yəni, müğənninin nəfəsin İsa'nın səsinə bənzədir. Burada müxtəlif suallar tərtib edirlər. Ona görə bunlara diqqət edin. Özünü canlandır və ruh aləmini seyr et. Qəmin əsiri olma. Müğənnini, nəğmənin zilini, yəni zil nə idi? Musiqi alətlərinin ən yüksək tonu və bəmini eşit. Bəm nə idi? Musiqidə aşağı səs tembri. Əgər aqilsənsə, o bir dünyanın qəmini çəkmə. Bu da testlərə düşən məqamlar deyir ki, aqil insanlara o bir dünyanın qəmini çəkməmək tövsiyə olunur. Həvəsə gəl, yəni cuşa gəl. Dünyanın qəminə nəğmə ilə hasar çək. Musiqi məclisinin əhli gərək əhli bəsər. Ta görə pərdeyi əsrarda 100 nəqş-i süvər. Kim ki zövq əhli deyil, anı hesab eylə həcər. Ləhni Davud eləməz, növ-i cəmadətdə əsər. Məni ərbabı edər, huş, güş süxən, ey huşyar. Bax, burada nə deyir? Musiqi məclisinin əhli gərək anlayan olsun ki, gizli pərdədə 100 naxış və bəzəkləri görsün. Kim ki zövq əhli deyil, yəni zövq əhli olmayanları nəzərdə tutur. Onu daş hesab et. Bu məqamları xüsusilə əzbərləyin, konkret olaraq. Zövqü olmayan daşa bərabər tutulur. Bax, burada demək nədir? Zövqü olmayanlar daşa bərabər tutulur. Davudun təsirli səsi. Bax, yazmışam, testlərdə nəfəsi yazır. Ona görə diqqətli olmaq lazımdır. Davudun nəyi? Təsirli səsi. Cansız əşyalara, yəni burada cansız əşya deyəndə, yəni zövqü olmayanlara müraciət edir. Yəni zövqü olmayanları nəzərdə tutur. Yəni zövqü olmayanlara əsər etməz. Nə oldu? Davudun təsirli səsi zövqü olmayanlara, cansız əşyalara, yəni əsər etməz. Ey huşyar, huşyar deyəndə dərrakəli insanlar nəzərdə tutur. Ey huşyar, dərrakəli insanlar. Mənalı söz eşitmək insanı böyük edər. Burada sözün qüdrəti bir növ önə çəkilir. Yəni bu söz qəzəlində də sözün qüdrətindən danışılır. Bu məqama da diqqət edin. Bax, sonra deyir ki, Zahida, Tanrıya bax, məclis irfandır bu. Tarı əsbab-ı mənahi demə,
böhtandır bu. Meyi gör, saqiyə bax, Kövsər ığılmandır bu. Cümləsi pərtöv rüxsarı sübhandır bu. Meydə həq nurunu gör, səhvinə qıl istifxar. Burada nə deyir? Ey zahid, yəni dindar adam, Tanrıya bax. Bu dərk edənlər, yəni başa düşənlər məclisidir. Tara, qadağan olunmuş alət demə. Bu böhtandır. Meyi, yəni şərabı gör, şərab paylayanlara bax. Bu cənnətdəki bulaq və orada xidmət edənlərdir. Yəni şərab paylayanlar bir növ şərabı cənnətdəki bulağa, orada xidmət edənlərə bərabər tutur. Sonra əlavə edir ki, bunların hamısı alqışlanmalı üzün işığıdır. Şərabda haqq nurunu gör, səhvinə görə üzr istə. Ümumi qeydlərə baxaq, burada əlavə qeydlər yazmışam. Demək, əsər əruz vəznində yazılıb, rəməl bəhrində, əruzun rəməl bəhrində yazılıb, lirik növdə müxəmməs janrında, beşlik şeir şəklində yazılıb. Şeir vahidi bənddir. Şeirdə zəngin, yoxsul qafiyə var. Bədii sual yoxdur. Testlərdə salınır ki, bəzən bədii sual var və s. Bunlara diqqət eləyərsiniz. İctimai məzmunlu olan bu şeirdə, bax, ictimai məzmunludur. Bu şeirdə musiqidən zövq almağa çağırış var. Ruhanilər satira hədəfinə çevrilib fikri yanlışdır. Testlərdə tətbiq ediblər, ruhanilər satira hədəfidir və s. Bunlara da diqqət edin. Demək, nədir ruhanilər? Satira hədəfi deyil. Müəllif əsəri din xadimlərinə müraciətlə yazmayıb. Əsər özünü işlərin bilicisi sanan insanlara müraciətlə başlanır. Yenə tapşırıqlarda var, yazır ki, müəllif əsəri din xadimlərinə müraciətlə yazır. Bu təbii ki, səhv fikirdir. Əsər klassik poeziya ənənələrinə əsasən yazılıb. İlk misralardan yaranan nikbin ovqat bənddən bəndə artaraq sona qədər davam etdirilir. Yenə burada da testlərdə sayılırlar ki, əsərdə nikbin ovqat müəyyən müddət sonra zəifləyir. Bu səhv fikirdir. Demək, nədir? Nikbin ovqat bənddən bəndə artaraq sona qədər, bax, sona qədər davam etdirilir. Alınma sözlər işlənsə də məzmunla bağlı aydın təsəvvür qazanmaq olur. Nə oldu? Alınma sözlər problem yaratmır əsəri başa düşməyimizə. Əsərdə cəmi 3 müraciət obyekti var. 1-ci, 4-cü, 5-ci bəndlərdə. Şair oxucunu musiqini haram, onu dinləməyə günah sayan, mənəvi əsarət təbliğatçılarının, yəni zahidlərin boş, əfsanə sözlərinə aldanmamağa səsləyir. Aqil insanlara o bir dünyanın dərdini çəkməmək tövsiyə olunur. Müəllif əsəri din xadimləri müraciətlə yazmayıb. Əsər özünü işlərin bilicisi sanan insana müraciətlə başlanır. Şeirdə tar, ney kimi musiqi alətlərinin adı çəkilir. Musiqi can qulağı ilə dinlənilsə, gizli sirlərdən xəbərdar edər. Meydəki həq nurunu görüb tövbə etməyə dəvət olunur. Qəmin əsiri olmamaq təbliğ olunur. Bu kimi fikirlər əsərdə yer alınır. Bunlar konkret olaraq əzbərlənməsidir. Yəni, testlərdə istifadə olunur. Müəllif zahidə müraciət edərək musiqi məclisini, yəni irfan məclisinə bənzədir, yəni mədəniyyət məclisinə bənzədir və ona məsləhət görür ki, tara günahların səbəbi deməsin. Şeirdə ana layləsindən danışılmır. Bu məqama da xüsusi diqqət edin. Müxtəlif məqamlarda tətbiq edirlər ki, ana layləsindən danışılır və s. Bunlar səhv fikirlərdir. Şair Davudun təsirli səsinin yalnız görən, anlayan zövq əhlinə təsir edəcəyini təsirli şəkildə qeyd edir. Şeirdə İsa Peyğəmbərlə bağlı dini rəvayət var, amma Davud Peyğəmbərlə bağlı rəvayət yoxdur. Bu Davud Peyğəmbərlə bağlı rəvayəti bəzi müəllimlər də səhv götürürlər. Deyirlər ki, Davud Peyğəmbərlə bağlı rəvayət var. Bu səhv fikirdir. Yəni testlərdə biraz mübahisəli məsələdir, amma yəni testlərdə qarşınıza çıxsa götürməyin. Yəni Dövlət İmtahan Mərkəzi də bunu belə qəbul eləyir. Yəni onlar nə deyirsə biz də ona uyğun davranmalıyıq. Müxəmməsdə Orfeyin oxuduğu gözəl nəğmənin hər tərəfi heyran etməsindən danışılmır. Bu məqam əsərin məzmununda yoxdur. Əsər bəhrin tələbinə əsasən yalnız həyəcanlı, emosional şəkildə yox, həm də təmkinli oxunur. Zildə olan səs Tanrıya daha çox yüksələ bildiyi üçün bəm səsə nisbətən yüksək qiymətləndirilir. Bu cümlə ümumiyyətlə yanlışdır. Yəni bu fikir səhv fikirdir. Şair öz fikirlərini əsaslandırmaq üçün dini rəvayətə müraciət edib. Belə yoldaşlar, bu qədər. Əgər növbəti əsərin hansı əsəri təhlil etməyimi istəyirsinizsə, şərh bölümündə qeyd edin. Ona uyğun biz təhlillər edək. Özünüzə yaxşı baxın, sağ olun.